Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuzun izahı uşaq inkişafının dəyərləndirilməsidir. Uşaq inkişafının dəyərləndirilməsi, onun inkişafı və təlimi haqqında ailəni məlumatlandırmaq, müəssisədəki inkişaf etdirici mühiti davamlı şəkildə qiymətləndirmək və təhsil alanın bilik, bacarıq və vərdişlərini dəyərləndirmək məqsədi ilə aparılır. İnkişafın dəyərləndirilməsi hər bir uşağa fərdi qaydada tətbiq olunur. Onun nitq, hissi, böyük və kiçik motor bacarıqlarında inkişaf səviyyələrini, yaxud inkişaf ləngimələrini, görmə və eşitmə ilə bağlı problemlərini müəyyənləşdirmək üçün istifadə edilir. Dəyərləndirmənin nəticələri uşağın həm yüksək, həm də aşağı səviyyədə olan bacarıqlarını müəyyənləşdirilir. Bunun nəticəsində faydalı fərdi təlim planlaşdırılır və həyata keçirilir. Dəyərləndirmə tətbiq edildiyi mərhələdən asılı olaraq diaqnostik ilkin dəyərləndirmə və inkişafın izlənilməsi kimi iki hissəyə bölünür. Diaqnostik dəyərləndirmə təlimin ilkin mərhələsində uşağın bilik və bacarıq səviyyəsinin qiymətləndirilməsidir. Diaqnostik dəyərləndirmə inkişaf məqsədləri və strategiyalarda çevik dəyişikliklərin aparılması və təlim planlaşdırılması üçün şərait yaradır. Diaqnostik dəyərləndirmə uşağın marağı, dünya görüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. Diaqnostik dəyərləndirmə zamanı toplanan məlumatlar uşağın inkişafının izlənilməsi və müqayisələrin aparılması üçün indikatorlar, göstəricilər yaradır. Bu da bax məhz bu indikatorlar, göstəricilər diaqnostik dəyərləndirilməmizdə açar sözlərdən biridir. Demək ki, diaqnostik dəyərləndirmə uşaqlarda ilkin mərhələdə uşağın bilik və bacarıq səviyyəsini qiymətləndirməyə köməklik göstərir və deməli, diaqnostik dəyərləndirmə inkişaf məqsədləri və strategiyalarda çevik dəyişikliklərin aparılmasını və təlimin planlaşdırılması üçün şərait yaradır. İnkişafın izlənilməsi müntəzəm şəkildə müəyyən intervallarla tərbiyəçi müəllim tərəfindən aparılan qiymətləndirmədir. Demək ki, müntəzəm şəkildə aparılır inkişafın izlənilməsi və müəyyən intervallarla tərbiyəçi müəllim tərəfindən aparılan qiymətləndirmə inkişafın izlənilməsi adlanır. İnkişafın izlənilməsində məqsəd uşaq necə öyrənir və inkişaf edir sualına cavab vermək, onun sosial, psixoloji və fiziki hazırlığını təmin etməkdir. Uşağın inkişafının izlənilməsi üçün səmərəli yollardan biri onun müşahidə edilməsi və qeydlər aparılmasıdır. Müşahidə olunmuş fəaliyyət və davranış faktları mütəmadi qeyd olunmalıdır. Bu sənədləşdirmə prosesidir və uşaq haqqında məlumatların sistemli şəkildə toplanmasına şərait yaradır. Sistematik yanaşma uşağın müəyyən müddət ərzində bir çox fərqli fəaliyyətlərdə iştirakı zamanı onun inkişafının izlənilməsinə imkan yaradır. Tərbiyəçi müəllimin məqsədi aydın, müşahidələri isə sistemli, obyektiv seçmə və dəqiq olmalıdır. Uşaq inkişafı üçün cədvəllərdən istifadə edilə bilər və bu cədvəllər aşağıda qeyd olunub.